Bədəndə olan qaşınma, psoriaz, dəmirov, akne, qaşıntı, qızartı, əgər sizi də narahat eləyirsə, xüsusən də ayaq barmaqlarında olan qaşınma, bədəndə istənilən nöqtədə, saç diblərində, boyun arxasında, bədən istənilən nöqtəsində olan səpki, qaşınma, qızartı, belə problemlər əgər sizdə də varsa və nə istifadə eləsəz də bu problem sizdən uzaqlaşmırsa, sizə bir vasitə göstərəcəm ki, bütün apteklərdən əldə edə bilərsiniz. Qiyməti çox münasibdir və bu sprey sayəsində siz cəmi 2 dəfə, 3 dəfə istifadə ilə həmin o problemlərdən, ən əsasda psoriazdan və dəmirovdan azad ola bilərsiniz. Xüsusilə də bir şey qeyd edəcəm sizə, diqqətlə dinləyin videonu sona kimi. Ekranda gördüyünüz plus işarəsinə toxunmağı unutmayın. Mən bugün sizə Dermobest spreydən danışacağım ki, Dermobest sprey Avra kompaniya şirkətinə məxsusdur, tam orijinal məhsuldur, sprey formasındadır, bu formada. Dediyim kimi, psoriaz olan bölgəyə, qaşınma olan bölgəyə gün ərzində cəmi 2-3 dəfə, hər dəfə vuranda 2-3 püskürtmə vurmanız kifayətdir ki, bu problemlərdən ən qısa zamanda azad olasınız. Məhsulların üzərində əlavə olaraq QR kod da qeyd olunub ki, daha ətraflı məlumat ala bilərsiniz. Bir də əlavə qeyd edeyim ki, dırnaq göbələyi, dırnaqda olan göbələk, problemlər, dırnağın çürüməsi, nazilməsi, əgər belə problemləriniz varsa, bu zaman eyni şirkətə məxsus, Avra kompaniya şirkətinə məxsus Mikosept damcı istifadə edirsiniz. Dırnaqda olan göbələyi 2-3 istifadə ilə sona çatdırır və dırnağınızı bərpa edir, əvvəlki vəziyyətinə qaytarır. Mikosept damcı pipetka formasındadır. Gün ərzində 2 dəfə, 3 dəfə göbələyi olan dırnağa 2-3 damcı istifadə edirsiniz. Videonu bəyənməyi unutmayın.